Sakinləri ölümlə üz-üzə qoyan ərazi. Antisanitar vəziyyət o həddə çatıb ki, burada sakinlər öz evlərində belə rahat otura bilmirlər. Ya aidiyyatı qurumların bu ərazidən xəbəri yoxdur, ya da xəbərləri var, göz yumurlar. Ərazidəki yolsuzluq problemi burada yaşayan sakinləri illərdir ki, təngə gətirib. Bakı hər dəfə yağan yağış isə buradakı torpaq yolları keçilməz vəziyyətə salır. Problem isə təkcə yolsuzluqdan bitmir. Ərazinin illərdir ki, zibillik poligonu kimi istifadə edilməsi, antisanitar vəziyyətlə yanaşı, eyni zamanda elə xəstəlik mənbəyindən də təmin olunacaqdır. Həmçinin yol örtüyünün çəkilişi ilə əlaqədar aidiyyatı qurumlar tərəfimizdən məlumatlandırılmışdır. Təmir işlərinin icrası üçün müvafiq tədbirlərin görülməsi məsələsi tərəfimizdən nəzarətdə saxlanılır. hər iki problemi diqqətə saxlayacağıq. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.